Salam əziz izləyicilər, bugün bir çox abituriyentlərin çətinlik çəkdiyi və digər rabitələrlə qarışdırdığı hidrogen rabitəsindən bəhs edəcəyik. Hidrogen rabitəsi nədir? Qısa belə bir tərif verək ki, hidrogen rabitəsi dedikdə bir molekulun hidrogen atomu ilə digər molekulun adətən flor, oksigen, azot atomu arasında yanlı rabitə edilir. Yəni bir sözlə elektromənfili malik atomlarla yaranan rabitədir. Bəs hidrogen rabitəsi ilə kovalent rabitənin fərqi nədədir? Gəlin su nümunəsi üzərində izaha baxaq. Belə ki, kovalent rabitə dedikdə bilirik ki, bir molekulun daxilindəki rabitə başa düşülür. Şəkildə də gördüyünüz kimi su molekulu arasındakı kovalent rabitə dedikdə molekulun daxilindəki hidrogen və oksigen arasındakı rabitə başa düşülür. Lakin hidrogen rabitəsi dedikdə isə artıq bir molekulla digər molekul arasındakı rabitə başa düşülür. Yəni bu nə deməkdir? Tutaq ki, qaba müəyyən bir miqdar su əlavə edirsiniz. Əlbəttə ki, su əlavə edən zaman biz ora bir molekul su daxil etmirik. Müəyyən çoxlu sayda molekullar daxil etmiş oluruq. Və bu zamanda şəklində də gördüyünüz kimi həmin bir molekulun hidrogen atomu ilə digər molekulun oksigen atomu arasında yaranmış rabitəyə deyilir. Yəqin ki, fərq artıq aydın izah oldu. Bəs hidrogen rabitəsi maddənin fiziki və kimyəvi xassələrinə təsir göstərirmi? Bəli, əlbəttə. Gəlin hidrogen rabitəsinin fiziki və kimyəvi xüsusiyyətlərinə baxaq. Birinci xüsusiyyət maddənin əribə və qaynama temperaturunun yüksək olması. Belə ki, hidrogen rabitəsi olan molekullar qrupundakı molekullara nisbətən daha yüksək ərimə və qaynama temperaturuna malik olurlar ki, və buna görə də həmin molekullar asanlıqla maye və bərk aqreqat halına keçə bilirlər. Məsələn, su molekulunun qaynama temperaturu 100 dərəcədir, lakin ona oxşar olan sulfit molekulunun qaynama temperaturu isə təxminən -63 dərəcədir. Su molekulunun qaynama temperaturunun yüksək olması onda olan hidrogen rabitəsi ilə əlaqədardır. Daha sonra, məsələn, hidrogen floridi digər halogenlərlə müqayisə edək. Belə ki, hidrogen floridin qaynama temperaturu müsbət 19,5 dərəcədir. Digər halogenlərin qaynama temperaturu isə mənfilərdədir. Yəni gördüyünüz kimi, deməli hidrogen floridin qaynama temperaturu digər halogenlərə nisbətən daha yüksəkdir. Yenə də bunun səbəbi hidrogen rabitəsi ilə əlaqədardır ki, hidrogen florid molekulu normalda qaz aqreqat halındadır, lakin otaq temperaturunda artıq qaynama temperaturu yüksək olduğu üçün daha asanlıqla mayeləşə bilir digər halogenlərə nisbətən. Həmçinin amonyak molekulu da özünə oxşar qrupdakı pH3 molekuluna nisbətən qaynama temperaturu yüksək olduğu üçün o da nisbətən daha asan mayeləşə bilir. Biz buradan belə nəticəyə gəldik ki, hidrogen rabitəsi olan molekullar digər molekullara nisbətən daha asan mayeləşə, həmçinin bərk maddəyə çevrilə bilirlər. Yəni bu demək deyil ki, onların aqreqat halı mütləq maye və bərk aqreqat halında olmalıdır. İndi isə keçək növbəti xassəyə. Hidrogen rabitəsinin turşuluğa və əsaslığa olan təsiri. Turşuluq xassəsi dedikdə molekuldakı H müsbət ionunun rahat verilməsi başa düşülür. Əsaslıq xassəsi dedikdə isə həmin H müsbət ionunun qəbul edilməsi başa düşülür. Hidrogen rabitəsi olan molekullarda isə bu H müsbət ionun verilməsi və yaxud da ki, qəbul edilməsi çətinləşə bilər. Karboksil turşuları, yəni COOH qrupu. Belə ki, iki molekul arasında hidrogen rabitəsi olduqda, hidrogen rabitəsi COH qrupundakı H müsbət ionun verilməsi asanlaşdırır, ona görə də karboksil turşuların turşuluğu artmağa başlayır. Spirtlərdə isə hidrogen rabitəsi olduğuna görə, həmin hidrogen rabitəsi H müsbət ionun verilməsini çətinləşdirir. Buna görə də spirtlərin turşuluğu zəifləyir. Amonyak molekulundan bəhs edək. Amonyak molekulunda isə bilirsiniz ki, azotdan hidrogen arasında rabitə yaranır və azotda sərbəst elektron cütü qalır. Həmin sərbəst elektron cütünün hidrogen rabitəyə, belə deyək də, başı qarışdığı üçün ona görə H müsbət ionunu qəbul etməkdə çətinlik çəkir. Ona görə də amonyak molekulu digər molekullara nisbətən daha zəif əsaslıq xassəsini göstərir.